Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وآله وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm zərvarəniz ki, bilirsiniz, yadınıza gəlir, deyə bu səfər də elə ki, sanki bir neçə saatlıq və bir neçə dəqiqəlik orada keçəcəkdir. Görürsünüz, keçdi. Bu səfər bitdi, yəni Məkkə səfəri bitdi, artıq Mədinəyə də yaxınlaşırıq, az qalmışdır. O da bitəcəkdir, inşallah Allahın müvəffəqiyyəti ilə. Yəni, səfər bitdi, amma insanın üzərinə düşən vacibətləri və dəyişikliklərini və Allah qarşısında orada söz verdiklərini, əsas mühüm məsələlər bunlardır ki, yəni onun üzərində sabit qalmağı çalışmalıdır. Yəni, bu mühüm budur. Və insanın həqiqi mənada da necə qeyd eləmişdik, yəni alimlər deyir ki, insanın ibadətinin qəbul olmasına dəalət edən odur ki, insan yəni o ibadətdən sonra dəyişməsi, yəni yaxşı tərəfə dəyişməsi. Yəni günahlar var, indi bilirdi, misal üçün, düzdürmü, əl çəkə bilmirdi. Gündən sonra indi çalışır ki, maksimum dərəcədə o günahlardan uzaqlaşsın Allahın izniyle. Və Allahdan da istəməlidir. Yəni insan əgərlərin öz nəfsinə arxain olsa, necə bəzi insanlar var, özün, yəni mümküniyyət yoxdur. Nəfs daim insana pis şeyləri əmr edir. Və həmçində ki, insan özünə arxain olursan, o böyük problemlərə gətirir sadır. İnsan nə eləməlidir? Daim Allah subhanahu ta'ala sığınmalıdır. Allaha və Allahdan istəməlidir. Hətta belə hansı əməli tərk edə bilmirsə, hansı günahı misal üçün, yenə də Allahdan istəməlidir. Və əsas mühüm məsələ də odur ki, daim ibadətlərinə fikir verməlidir. Və hər gün nəsə artırmalıdır. Çalışmalıdır ki, Allahın dinində irəliləsin. Çünki bu dünya fani dünyadır. Hər birimiz, necə ki, bu səfəri çəkdi, düzdürmü? Bu səfəri çəkəcəkdir. Yəni, biz axı burada musafirik bu dünyada. Bizim yəni əbədi qalacağımız yer bura deyil. Biz kötüb gedəcəyik. Və insana qalan nə olacaq? Yaxşılıqlar. O yaxşılıqlardır ki, Allah subhanahu ta'ala'nın razılığı qazanmaq üçün edildir. Allah üçün addımları, Allah üçün dilini islah saxlayın, zikirdə. Və insan, çünki insanın dil, yəni çox xətədə aparır, Allah qorusun. Bəli. Və həmçində ki, Peyğəmbər s.ə.v deyir ki, bunun qul arasında fərqi yoxdur. İstər qara dərli olsun, istər ağ dərli olsun. Yalnız qulla qulun arasında fərq olan odur ki, təqva. Təqva da haradadır, təqva qəlbdədir. Və ona görə də insana da məsələn, o bilsin ki, hansı insandır və zahiri hökm vermək olmaz. Zahiri, çünki elə bilmirsən, o bilsin ki, onun elə ibadətləri var Allah qarşısında və Allah subhanahu ta'ala o hansıda bir sənə mömin və yaxud müminə kimi görünən qadından daha üstündür və yaxud mömin kimi görünən kişidən daha üstündür. Üstünlük yəni ki, Allah dərgahdır. Amma insan nə eləməlidir? Daim çalışmalıdır. Daim. Yanmalı deyil. Sadəcə vaxt yanacaqdır. O vaxt yanacaq ki, artıq yəni bu dünyadan kökəndə. Bu dünya, biz qeyd eləmişdik, bizə cəza olaraq verilibdir. Bizim əsl yaranışımız harada olurdu? Cənnətdə. O cənnət üçündə çalışmaq lazımdır. Əgər biz var yüzümüzlə cənnət üçün çalışsaq Allahın izni ilə, Allah subhanahu ta'ala bu dünyanı verəcəkdir bizə. Mümküniyyəti. Amma insan sırf dünya üçün çalışanda hər ikisindən məhrum olur. Həm dünyadan, həm də ahirətdən məhrum olur. Əsasdır ki, ahirət. Çünki ahirət əbədidir. Bu dünya isə fanidir. Keçib gedəcəkdir. Keçib gedəcəkdir. Və şeytanın bəzəyinə uymaq lazım deyil. Şeytan bəziyir.
Deyir ki, Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə, yəni çoxunuzun bildiyiniz surədir, Nəs surəsi. Qul əuzu bi Rabbin-nas belə başlayır. Bildi, Qul əuzu bi Rabbin-nas, insanların Rəbbinə sığınıram. Qul əuzu bi Rabbin-nas, Məlikin-nas, İlahin-nas, Məlikin-nas, onların məlikinə sığınıram. İlahin-nas, onların ilahlarına. Əl-ləzi yuvəsvisu fi sudurin-nas. Fikir verin, nədir? Sığınır, kimdən sığınırsan? Hansı ki, insanların qəlbinə vəsvəsə sığınır. Yəni, bu ayədən qabaq var, hansı ayədir? Min şərril vəsvəsil xannas. Min şərril vəsvəsil xannas, nədir? Sığınıram min şərril vəsvəsil xannas. O xannas şeytanın adlarından, yəni şeytanın adlarındandır. Hansı adlardandır? O nedir xannas adlarından? Allahın adı çəkiləndə geri çəkilən deməkdir mənası. Allah subhanahu wa ta'ala xatırlanarsa, həmən o şeytan dava çəkilər. Dava çəkilər. Yaxşı. Şeytanın işi nədir niyyətdir? Ne diyor Allah? Düzdür, bu aydan sonra əllədi yuvasvisu fi sudurin-nas, hansı ki, insanların qəlbinə neyini vəsvəsə salır. Bunun işi nədir? Pisi yaxşı göstərmək, yaxşını da pis göstərmək. Necə olur bu? Baxın, birinci insanı neyini haqdan uzaqlaşdırır. Sən artıq haqqı görə bilmirsən. Haqqın avatını görürsən, batildə haqq görürsən. Ən böyük bəla. Neyindir deməli? Birinci, sürəti dəyişdirir. Misal üçün, sən onu özlüyündə görə bilmirsən. O bəziyir onu. Yəni, yaxşını pis kimi bəziyir. Səni ondan uzaqlaşdırır. Pisi isə yaxşı kimi bəziyir və səni ona yaxınlaşdırır. Və bununla əl çəkir, əlbəttə əl çəkir. Sonra ne edir? Bu sənə sadəcə göstərir. Göstərsin, sən indi onun üçün uzaqlaşa bilərdin. Sonra səni iradəni artırır ona qarşı. Ya ona tərəf addımlamağa, yəni pis şeydirsə, yaxşı kimi göstərir ki, sən ona qarşı addımlayasan, yaxşı şeydirsə, pis kimi göstərir, ondan geriləməyi səni kömək edir. Daim. Yəni, və bununla yenə əl çəkir və sonra neydir? İnsanı onun üzərində sabit edir. Bəzi hallara görürsən, insanlardır, misal üçün. Deyirsən ki, qardaş, bu məsələ batıl şeydir. O, onu görə bilmir. Deyirsən, bu günah şeydir, o, onu görə bilmir. Bunu artıq şeytan bilir bunu. Və budur. Hansı ki, Allah subhanahu wa ta'ala amma xatırlananda, insan Allah'a sığınanda, o orada əl çəkir artıq. Amma sadəcə olaraq əuzu billahi demək bu kifayət deyil. Yəni, insan bir dənə dedim ki, Allah'a sığınıram kifayət deyil. İnsan səbəblərdən yapışmalıdır. Daim səbəblərdən yapışılmalıdır. İnsan necə olmalıdır? Çalışmalıdır ki, xeyir əhli ilə daim bir olsun. Yəni, insan məsəl özün olur, bilsin ki, Allah'a sığınır və zikr edir, təkədir olanda, evdə olanda eləyir, namaz qılır, amma gedir o dostların yanına, yoldaşların yanına və artıq dəyişir. Dəyişir, mümkün deyil. Ona görə də insan yenəməlidir daim? Daim özünə daha doğrusu salih dostlar seçməlidir. Yəni, salih yoldaşlar, hansı yoldaşlar ki, ona səbəb olacaqdır cənnətə daxil olmağına. O yoldaşlar yox ki, onun cəhənnəmə olacaqdır. Çünki Quran-ı Kərimdə deyilir ki, yəni, onlar deyəndə deyil, mənə filənkəs azdırdı, filənkəs saçdırdı. Düz demək. Və o dost, o yaxşı dostdur ki, insanda bir səhvi görəndə və yaxud da bir pis şeyi görəndə neyim, çalışır ki, onu ondan çəkindirsin. Amma o dost ki, səni yalnız neyim, malalayır,
Yəni, göz yumur hər şeyindən, o əsl dost deyil. Və bilə-bilə də ki, xüsusən əgər bilirsə ki, batıl şeydir və səni yenə də çəkindirmir, o sənin, yəni, heç vaxt ola bilməz ki, o səni sevsin. Müvəqqətli bir sevgi doğar. Nəsə var ki, səndə, o səninlədir. O şey səndə olmayandan sonra o səndən uzaqlaşacaqdır. Əsl dostluq, əsl qardaşlıq Allahın dinindədir. Allah üçün olan. O əbədidir. Çünki həm bu dünyada, həm ahirətdə. Bir sənin bir gözəl müminə qadın dünya edir səni, Allah üçün sağlıqlı, sən də bir səhv görəndə onu deyəcək Allah üçün səni. Amma bu bir neyimə gələkdir, mən ona cavab vermək istəmişdim. Bu dostluq deyil. Bir gün bir dənə salih insan Mədinəyə daxil olmamışdan sözsüz ki, bu tarihin olur. Çünki deyəcəm sizə kimi görür. Mədinəyə girməmişdən qabaq Allah subhanahu ta'ala dua verir. Ey Rəbbim, sən mənə elə bir yoldaş getir, yəni elə bir dost getir ki, mən çaşanda, mən sənin yolundan sapanda, mən bir pisliyə yönələndə o məni qoymasın, o məni çəkindirsin. Və daim mənə nəsiyyət eləsin ki, mənə o cənnətə getməyə səbəb olsun o dostum. Təsəvvürün salihlər, yəni Allahdan bunu istəyiblər. Deməli, bu mühüm bir şeydir. Görün, Allah subhanahu onun kimdən dost edir? Abu Hureyra radiyallahu anh. Abu Hureyra radiyallahu anh'ın dost olur insan, yoldaş olur. Subhanallah. Budur əsl yanı ki, salihlik. Əsl yanı insanın belə olması. Həmçində ki, bizdə və atalar deyir, biz deyirlər kimlə oturub durur, mən deyim ona, o kimdir, mən deyim sizə o kimdir. Belədir, insanların dünyanın tərəfdən belə olursa, görürsən, Allah qorusun, kimsə bir işə düşəndə gedirlər onun barəsində qonşularından öyrənməyə başlayırlar. Və s. axır. İnsan mühümdir. Vallahi ki, yəni elə həm gec deyil. O nedir ki, bu səfərimiz, Məkkə səfərimiz bitdi, bu səfərimizi bitəcək. Allah subhanahu Allah hər birimizin günahlarını bağışlasın. Hər birimiz xata edirik, hər birimiz günah edirik. Allah rəhm eləsin bizləri. Və Allah subhanahu ibadətlərimizi qəbul eləsin. Allah subhanahu bizlərə, yəni, deyirəm, kimsə olur, bir daha olmayanlara həcc yaratməsi verəsin. Bəli, və həmsinin məqbul həcc. Bu ibadət əzəmətli bir ibadətdir. Bu da həcc ibadətində hamısı. Allahdan istəmək lazımdır. Səmimi qəlbən, gecə. Təkcə dünyanı yox, elə o haqq yolunu da istəmək lazımdır. Yəni, bu salih insanların yolu olurdur. Biz hər gün Allah subhanahu wa ta'alaya Fatihə surəsində deyirik ki, İhtina sırat fal-müstaqim. Birdən bir nəfərə deyəndə ki, Allah sənə hidayət verirsin, qardaşım, bazım. Görürsən, mən nə görə deyirsən, mən o ki, mən pis yoldayam. Amma Allah ki, biz hər gün bunu Allahdan istəyirik. Hər gün. Baxın, bir Fatihə surəsində həmişə oxuyuruq da biz. Fatihə surəsində Allah biz hamısını açılan deyilmə, hamısını açıqlıysa, yəni zaten bir dənə İyyəkə nə'budu və İyyəkə nəstə'inə, yəni ki, 8 cilt kitab var. Bir ayət əsərini İbn-i Rəhməllah yazısı 8 cilt kitabdır. Onun şərqi yazısı 7 kitaba. Qısa olaraq üstündən istədik, hər gün oxuyursuz zaten. Biz orada nə deyirik? Dedik ki, Məliki yevmiddin. Nə deməkdir? Hamınız bilirsiniz, yəni haqq hesab gününün sahibi. Yaxşı, bəs Allah subhanahu wa ta'ala bəyən başqa günlərin sahibi deyil. Allah subhanahu hər bir günün sahibidir, hər bir şeyin sahibidir. Niyə görə xüsusi olaraq Rəbbimiz burada bizə bildirir ki, Məliki yevmiddin, haqq hesab gününün sahibi. Sual doğrulur adamda. Niyə görə Allah subhanahu wa ta'ala bunu bizə bildirir? Ona görə ki, o günlərin hamı artıq biləcəkdir, mülk. Hər bir şey Allaha məxsusdur. İnsanlar anadan olduğu kimi olacaqlar. Hanı sənin o qasırların, hanı sənin vəzifən, hanı sənin milyonların, hanı sənin adın,
Hani sənin o gözəlliyin yoxdur heç biri. Yoxdur heç biri. Hər bir şey Allaha məxsusdur. Heç bir şey yoxdur. Bomboş. Yalnız əməllər. Allah üçün olan əməllər. Filənkəs üçün, filənkəsin dayısı oğlu, filənkəsin əmisi oğlu, filənkəsdir bu, gəlir, o keçməyəcək. Yalnız Allah üçün olan əməllər. Başqa ayədə Allah s.ə. deyir, Limənil mulk əl-yevm. Kimə məxsusdur bu günlərin mülk? İllə Allaha. Allaha, yəni o insanlar, paşaqlar, milyonlar artıq biləcəklər, heç bir yox dərlərində. Heç bir şey yox. Baxın, növbəti ayə, nə deyirik biz? Deyirik ki, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Bəs bu ayədə nə deyirik? Hamımız bildik, bu ayə sözsüz tövhiddir. Tövhiddir. Yəni, sən İyyəkə nə'budu, biz yalnız sənə ibadət edirik. Səndən gerisini ibadət eləmirik. Və İyyəkə nəstə'in və yalnız səni köməyə çağırırıq. Baxın, hörmətli qardaşlar və bacılar. Bir şeyi misal çəkdimizsə, necə alimlər qeyd edir. Bütün səmavi kitablar və səhvələr nə qədər nazil olursa Allah tərəfindən, Allah s.ə.v. nə qədər səmavi kitablar və səhvələr nazil olursa, hamısı harada cəm olurdu? Quran-ı Kərimdə. Quran-ı Kərimdə hamısı cəm olurdu. Quran harada cəm olurdu? Fatihə surəsində. Fatihə surəsi harada cəm olurdu? İyyəkə nə'budu və İyyəkə nəstə'ində. Nə fayda çıxır buradan? Yəni, bütün səmavi kitablar və Quran yalnız bu ayə nazil olur. Bütün peyğəmbərlər. Tövhid yoxdursa insanda, insan ibadətində şirk qoşursa, Allah doğrusun. Allah doğrusun. Vallahi ki, əvvəli cəhənnəmdir. Əvvəli cəhənnəm. İyyəkə nə'budu və İyyəkə nəstə'in. Bunu bildik sorulara. Sonra nə deyirik? İhdinə siratal müstəqim. İhdinə siratal müstəqim bizi haqq yoluna yönəl. Bizi doğru yola yönəl. Nədir mənası? Hər gün deyirik, hər namazda oxuyuruq. Ən azı bunu bilməliyik biz. Ki, bizə təsirləsin. Nə istəyirik Rəbbimizdən? Nə deyirik bunu deyəndə? Təsəvvür indi sonra misal. Mən deyirəm, məsələn, yaşlı böyüdü dağıdıram. Deyirəm, adəmdən filan yerə getmək istəyirəm. Deyirəm, balalar, çıx buradan, filan yerə, sağa, sola və deyir, fırladasın o yerə. Və yaxud da ki, deyir, deyir, onun məhzəməsini aparın həmən yerə. Əlindən tutur, apar həmən yerə. Hansı daha yaxşıdır, sözsüz ikinci. O bilsin ki, sənə yol göstərilsin, amma yolda maneələr olsun və yaxud da elə kütələr olsun ki, dönənsən, sağa, sola, dönüləsi yerə düz gedəsən və gedib tapmayasın. Amma bir də var ki, onu bilən, sənin yanında aparır, səni çatdırır mənzilə. Bax, biz Allah s.ə.v. deyəndə ki, İhdinə sıratal müstəqim, biz nə demək? O demək ki, ey Rəbbim, sən, ey Rəbbimiz, sən bizi haqq yoluna yönəl və biz sənin cənnətinə qovuşana kimi bizi o yoldan ayırma. Hər oxuyanda bunu Rəbbimizdən istəyirik. Sonra da bunu başa düşüb istəməyə lazımdır. Tam qəlbdən. Yəni, qalmalı deyil insanın qəlbində heç bir şey. Ki, mənə nə deyərlər? Mən bu ibadət müdürəsi, mənə adlar qoyarlar, buyursunlar, nə dilə desinlər. Peyğəmbər s.ə.v. məcnun dirilər. Peyğəmbər s.ə.v. sehirbaz dirilər. Peyğəmbər s.ə.v. böhtanlar atdılar. Peyğəmbər s.ə.v.'in həyat yoldaşına böhtan atdılar. Subhanallah. Təsəvvür edirsiniz, biz kimik ki onun yanında? Bizə deməyəcəklər. Allah subhanahu o deyən insanlar var. Kimlərinsə bizim dalımızdan, kimsə də haqq yolunda insanın dalında danışır. Allah onların üzərində tövbə qaldırsın.
Amma tövbə qapısı açmasa, halları çox pisdir. Çox pisdir. Ona görə insan nə eləməlidir? Daim öz üzərində işləməlidir. Öyrənməlidir və əməlləməlidir Allahın izniyle. Başqa türlü mümkün yoxdur. Başqa çıxışın yoxdur. Çünki Peyğəmbər s.ə.v deyir ki, Tələbətul ilm faridətun alə kulli muslim. Elm tələb eləmək hər bir müsəlmana vacibdir. Burada kul gəlir, ərəb dilində qayda var və muslim gəlir nəkirada, yəni qeyri-müəyyənlikdə. Bu o deməkdir ki, bu əhatə edir həm qadınları, həm kişiləri. Yəni, bəziləri fikirləşir ki, müsəlmanların qadınları yalnız bunada olmaz, elə bir şey yoxdur. Və yaxud da deyirlər, siz qadınlara hörmət eləmirsiniz. Vallahi ki, elə bir şey yoxdur. Ən çox müsəlmanlar, müsəlman yəni o insan ki, Quranı yaşayır, o insan ki, Allah Rasulü getdiyi yolu bilir, onu da yəni ihtiram eləməyəcəkdir. Biz özələrinə, həyat yoldaşına, anasına, bacısına, Peyğəmbər s.ə.v əlindən süpürgə alıb, özü evi süpürərdi, Allah akbar. Necə ola bilər başqa üzrə olsun? Mümküniyyət yoxdur. Yalnız o insanlar ola bilər ki, onlar cahillər. Düz deyirlər. Bizdə xüsusi bir gün yoxdur, biz seçmirik ki, bir dənə xüsusi bir gün olsun ki, bu günlərin qadınlara hörmət edəcəyik, bu günlərin qadın günüdür, bu günlərin onlara hədiyyələr alacaq. Əlbəttə, biz bunu eləmirik. Çünki biz o qadınlara hər gün hörmət edirik. Hər gün. O qadın bizim nəyimizdir? Ya anamızdır, ya bacımızdır, ya həyat yoldaşımızdır, nənəmizdir. Yəni, həkimin necə ola bilər hörmət eləməyənsən? Və yaxud tanısı sənin müsəlman bacın. Hətta belə qeyri sənin dinində olan bir insan olsa, bizə, bizim şəriətimiz, dinimiz insanlara qarşı, yəni xor olmaq, insanlara qarşı nifrət bəsləmək olmaz. Biz onların dininə nifrət bəsləyə bilərik. Amma biz onlara şəxs olaraq nifrət bəsləyə bilmərik. Yenə də bizə nə deyil nümunə? Peyğəmbər s.ə.v onun Yahudi qonşusu xəstələnəndə Peyğəmbər s.ə.v gedərdi, onu ziyarət edərdi. Onun üçün evində pişirdiyi yeməkdən aparardı. Və ona məcbur eləməzdi ki, onun dininə daxil olsun. Bizim dinimizdə məcburiyyət yoxdur. Necə olsun da ki, biz müsəlman olar, birimizə xor baxaq. Necə olsun da ki, bizim müsəlman olduğumuz harada birimizin sözümüz boğazından keçmiyor, o haqda olan olduğu halda. Əlbəttə, ağırdır. Görürsən ki, misal tutsəndə, yaşa doğmuş insanlar, deyirsən ki, bu nədir danışır, dünənki faktır, gəlib mənə ağıl mövqedəcəkdir. Amma elm vallahi ki, yaşa baxmır. Biz oxuyanda elə olur ki, müəllimlərimiz bizdən balaca olubdur, elə olur, böyük olubdur. Elm, öyrənmək heç var, yəni ki, nəyisə öyrənmək, bu eyib bir şey deyil. Əksinə, öyrənməməkdir problem. Deməli, biz dedik, ayədə İhtina sırat-ül müstaqim. Gəlin, indi çatırıq axırıncı ayəyə. İhtina sırat-ül-ləzīnə ən'amtə aleyhim. Nə istəyən Allahdan? Bilirsən ki, o şəxslərin yoluna ki, onlar nimət içində oldular. Nimət bəxşlərin onlara. Kimlərdir bunlar? Peyğəmbərlər, sıddıqlar, övliyalar, seyidlər. Bəziləri də deyirlər ki, seyidləri qəbulləmirlər, imamları qəbulləmirlər. Kim seyidləri qəbul eləməmək mi olar? Subhanallah. Sadəcə olaraq, o iddia olunan seyidliyi biz qəbulləmirik. Bəli. Əlbəttə ki, və yaxud da ki, övliyə, insan deyir, mən övliyam deyir. Nə üçün edir? Bir dənə nə atır özünə, obyekt atır, başlayır zamandan pul yığmağa. Və yaxud da seyid olsun. Belə, Peyğəmbər s.ə.v özünə, əhl-i-beytinə, nəslinə Allah Rasulü deyir ki, sədəqə götürmək qadağadır. Olmaz. Haramdır. Necə ola bilər ki, sən deyirsən, mən seyidəm və yeri sədəqə yürürsən. Olmaz belə şey. Və necə ola bilər ki, sən deyirsən, mən seyidəm, heç girib Allahın qarşısında namaz qılmırsan, səcdə eləmirsən. Necə sən öyle ola bilərsən ki, neçələrin gölü gelib iski içirlər, sigaret çəkirlər, günahlar edirlər, oruç tutmur, ibadət eləmir. Biz o övliyanizi qabul edə bilərik ki, biz avam deyil ya, bizi alladasan. Sən avam insanları allada bilərsən, öz avamlıqlarınla.
Mənim babam övliya olur, mən də övliyam. Övliyalıq nəyəm? Övliyalıq nəsildən nəslə keçən bir şeydir. Əlbəttə ki, övliya hər Allaha ibadət edən insan övliya sayılır. Allahın dostu sayılır. Sadəcə mərtəbə baxımından fərqlənir. Yəni bir insan o birisi insandan çox əməl elədiksə daha çox yaxınlaşır. Allahın qadağanından daha çox çəkindiksən, Allahın əmrlərinə daha çox tabi olursan, daha Allahın sevimli qulu olur. Daha ona yaxın olur. Budur, biz bunu da bilməliyiz ki, sən necə ola bilər övliyalı deyirsən ki, nəsillə nəslə keçir? Olmaz. İnsanların avamlığını, ama çiftler insanlar görürüz ne terbiyizler elhamdülillah. Allah'a şükürler olsun. Allah'a şükürler olsun. Yani marifetlik gedir, insanların gözü açılır. Rabbimize sonsuz sayıda şükürler olsun. Qabaqlar necəydi? Yalnız elə bir ki, din düzdürdü. Yəni, kimsə öləndə, mağarda və s. Deməli, baxın, diqqət edin bu 6-cı ayə. Dedik ki, nimət olan şəxslərin yoluna düzüyorlar. Nimət təxsiləliyik daha doğru. Və sonra da deyir, qayril məğdubi aleyhim və ləddallin. Nə istəyirik Rəbbimizdən burada? Hamısı dualardır. Qayril məğdub. Bizi sənin qəzəbinə düçar olmuşların yolunda eləmə. Bizi onlardan eləmə. Və ikinci nədir? Vələddallin. Və altmışların yolunda eləməmizlərdir. Nə deməkdir bu? Kimlər də onlar Allahın qəzəbinə düçar olmuşlar və həmçində Allah subhanahu wa ta'ala onları azmış adlanırlar kimdir? İki qism insan. Birinci Yahudilərdir. Alimlər arasında ittifaqdır. Yahudilərdir. İkinci kimdir? Hristiyanlardır. Xaçpərəstlər. Bunları Allah subhanahu wa ta'aladır. Yaxşı. Niyə görə Allah subhanahu wa ta'ala onlara qəzəbləndi? Yahudilərə. Ona görə ki, onlarda elm var idi. Haqqı bilirlərdi, qəbulləmirlər. Haqqı bilə-bilə qəbulləmədilər. Bildilər ki, bu haqqdır, dedilər, batildir. Bildilər ki, Peyğəmbərlər haqqdır, batildir. Bugün üçündə də hansı bizi haqq deyiləndə qəbulləmirdən Allah qorusun. O ayəyə daxil oldu. Onu necə olacaq bizim halımız? Allah qorusun. Və həmçindəki alimlər deyir ki, kimdə elm varsa, o əməl eləmirsə, o insanda özünü yahudilərə bənzətmək var. Çünki Allah subhanahu wa ta'ala elm olub halda, əməl eləmədiklərinə görə Allahın onlara qəzəbi oldu, qəzəbləndi. İnsan bilir ki, Allahın əmirləri var Quranda və onları əməlləmir. Yəni, ola bilsin ki, insan bu ayələr daxil olsun. Yəni, düşünməyə dəyər. Vallahi ki, helən vaxt var düşünmək, amma o vaxt olacaq ki, olmayacaqdır. Və yaxud da bu söhbətlər hansı deyilməsi, elə bir boş-boşuna deyil ki, bu bizim burada olmaması, bilərdik, ömründə bilməzdik. Heç mənim heç bu qrupdan gələsidir deyilir. Hamısı Allahın yazdığıdır, yazısıdır, Rəbbimizin istəyidir. Büyükdə bu şeylər deyilirsə, deməli, bu da Allah istəyir. Allah istəməz biz danışan var, unutdurar bizə bunları. Bir kəmə belə deyə bilməliyik. Vallahi ki, o qədər şey olur ki, gəlirsən, deməksən, fikirləşsən, nəsə qoyursan, unutsan. Bu da nə ola bilər? Ona görə də insan nə eləməlidir? Yəni, elə düşünməlidir. Düşünmək vaxtıdır. Və düşünün, nəticələr çıxartmaq. Və kimdə istənədir? İkinci insanlar, din əsrənlər. Niyə ki, bəs Allah subhanahu onları azmış adlandırdı? Vələddallin. Niyə görə? Ona görə ki, onlar elimsiz başladılar əməlləməyə. Elm yoxdur. Elimsiz şəkildə dedilər ki, İsa Allah'a sınırlı sözdən ilahdır. Və yaxud İsa Allahın övladıdır. Düzdürmü? Məsələ yaxud. Elimsiz şəkildə. Və alimlər deyir, kim ki deyir, elimsiz əməl edərsə, onlar deyir, özlərini, bax bu ikinci hissəyə bənzətmiş olurlar. Bizim ümmət necədir və ortaq. Neynəməlisən? Elm öyrənəcəksən, əməl edəcəksən. Bazardan qədər. Öyrənəcəksən, əməl edəcəksən. Amma irəliləyəcəksən. Allahın dinidir əllər. Vallahi ki, təsəlləyin ki, yəni, bu elə belə bir şey deyil. Hamımız günah eləyirik. Allah bizi rəhm edəsən.
Bu demək deyil, mən bu şeyləri sizə deyirəmsə, biz günah eləmirik. Allah bizi rəhm eləsin. Allah subhanahu wa ta'ala dedi, əgərlərin bu ümmət, bu qövüm günah eləməsiydi və sonra onlar dönməsiydilər, mən bunları məhv edərdim, başqa bir qövüm yaradardım, onlar günah edərlərdi və Allahdan istiğfar edərlərdi, mən də onları bağışlayardım. Bu demək deyil ki, bizim nəfsimiz yoxdur, biz günah elə bilməliyik. Allah hər birimizi qorusun. Sağlıqlara, amma çalışmaq lazımdır. Çalışmaq lazım ki, böyük günahlara düşməyəsən. Çalışmaq lazımdır ki, zahirən və daxilən insan daim özünü düzəlsin. Daim çalışsın və salih insanlarla birlikdə olsun. Və mən də sonda, yəni bu sözümün sonunda Allah subhanahu wa ta'ala dua edərək diləyirəm ki, Rəbbim, sən özün dedin Allah'ım ki, siz günah eləməsəydiniz və o günahdan bağışlamaz eləməsəydiniz, bu qövmü məhv edib başqa bir qövüm yaradardan. Allah'ım biz də günahkar bir qullar idi. Gəldik sənin yanına, səndən bağışlama dilədik. Sən bizim tövbələrimizi qəbul elə. Sən bizləri rəhm elə. Allah'ım sən bizim halkımıza hidayət ver. Allah'ım sən bizim ölkəmizi qoru. Eləm səfər deyil. Səhv duaların qəbul olunan vaxtıdır. Allah'ım bu səfərdə xata eləyən insanlar, bir-birinin haqqına girən insanlar, onların hamısının günahlarına bağışdır. Allah'ım kimlər ki bizə dildən əziyyət verirlər, kimlər ki əldən əziyyət verirlər, kimlər ki sağlıqlı yöndə əziyyət verirlər, onların günahlarını bağışdır. Allah'ım onları rəhm elə, onlara xoşbəxtçilik bəxş elə. Allah'ım onları salih insanlardan elə. Allah'ım onlara hidayət ver. Və Allah'ım biz də kimlərəsə qarşı xatalar elədiksə, qrupumuzda olan, bizi də rəhm elə, bizi bağışla. Kiminsə haqqına da girdiksə və onlardan da üzr diləyərək haqqların halal olmasını istəyirik. Bizim bizə nə haqqımız varsa, mən şəxsən özüm olaraq haqqımı halal eləyirəm. Və amma Rəbbimdən diləyirəm ki, Allah subhanahu bizim ölkəmizi qorusun. Allah subhanahu bizim ölkəmiz daim müzəffər ölkə eləsin. Allah subhanahu ölkə başımızı qorusun. Allah subhanahu ona daim düzgün şəkildə qərarlar vermək kömək olsun. Və Allah subhanahu diləyirəm ki, bizim halkımıza hidayət versin. Haqq yoluna yönəlsin. Allah subhanahu onlara haqqı haqq kimi göstərib, batili batil kimi göstərsin. Haqqı haqq kimi görüb, haqqa tabi olan qullardan olsunlar. Batili batil kimi görüb, ondan çəkinən qullardan olsun. Və Rəbbimiz kimlərin yaxınlarında xəstələr varsa, Allah onlara şəfa versin. Allah subhanahu wa ta'ala kimlərin də ki, yaxınları dünyasını dəyişib, müsəlman kimi Allah subhanahu onların günahlarını bağışlasın. Və Allah subhanahu wa ta'ala hər birinizə xeyirli ömür bəxş eləsin və hər birinizə Allah subhanahu wa ta'ala hər birinizə husn-u xatimə nəsib eləsin. Allah daha doğrusunu bilir, sözsüz ki, sözlərin ən doğrusu Allah subhanahu wa ta'ala sözdür və yolların da ən gözəli, ən yaxşısı, ən doğrusu Peyğəmbər sallallahu yoldur. Allah subhanahu bizi haqqı eşidib, ona tabi edən qullarını eləsin. Və Rəbbimiz bizi daim ətrafımızı salih insanlar eləsin. Allah daha doğrusunu bilir, sözsüz ki, Allahın dini pak və nöqsansızdır, xətasızdır. Heç bir xəta yoxdur Rəbbimizin dinində. Amma biz insan olaraq, bizim müsəlman olaraq xətakarıq. Mən də danışdığım şeylərdə nəsə xata elədimsə, onlar məndəndir. Allahın dinindən deyil. Və o elədiyim xata sözlərə Rəbbimdən bağışlama diləyirəm. Və Allah subhanahu ta'alədən bir daha diləyirəm ki, bizi sağ-salamat çatdırsın Mədinə şəhərə və orada da ibadətlərimizi bitirə və sonra bizə sağ-salamat öz vətənimizə yəni gözəl bir qənimət əldə edərək qayıdaq. Allah daha doğrusunu bilir. Subhanəkəllahumma və bihamdik. أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك